Salam əziz izləyicilərimiz. Bugünkü işimizlə bağlı sizə bir məlumat vermək istəyirəm. Bu türk seyflərin zamokudur. Halbuki bunlar 2 dəfə açılanlardan da alt üst 2 zamokudur. Birinci seyfin xaricindən hasar daxil olur. Qurulur, təkrar içəri basılır, bir də qurulur. Qapı açılır, təkrar örtüləndən sonra altdakı zamok bağlanılır, sonra üstdəki zamok bağlanılır. Sizə də belə görsədim. Gördüyünüz kimi 2 dənə zamokdur, alt üst. Demək, müştərimiz bizə yaxınlaşdı. Onun açarı bu idi. Zamokun öz açarı bu idi. O bizə müraciət elədi ki, mən istəmirəm bu açardan birdən təkrar kimdəsə də olar, gəlib seyfi aça bilərlər. Ona görə biz bu açarı el elədik ki, bu öz orijinal açardır. Biz bu açarı el elədik ki, bu açar bu zamoku işlətmir. Gördüyünüz kimi işləmir. Bunu ləğv elədik. 2 dənə özümüzdən yeni bir açar düzəltdik. Tam orijinal açar. Bu açarlarla çox səliqəli şəkildə bu zamokun işləməyi mövcuddur. 2 dənə. Budur. İndi videonun ya axırında, ya əvvəlində də həmin seyfin şəklini qoyacağım. Siz biləcəksiniz söhbət hansı seyfdən gedir. Açarlar da budur. Kimdə belə bir problem varsa da seyfin zamokunu dəyişmədən açarlarını yeniləmək mümkündür. Ki kimdəsə başqa bir açar olsa o açarla işlədə bilməsinlər. Bu işləri gördürmək üçün Gəncə açar təmirinə Elvin Ustaya müraciət edə bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun. Salam əziz izləyicilərimiz. Bugünkü işimizlə bağlı sizə bir məlumat vermək istəyirəm. Bu türk seyflərin zamokudur. Halbuki bunlar 2 dəfə açılanlardan da alt üst 2 zamokdur. Birinci seyfin xaricindən hasar daxil olur. Qurulur, təkrar içəri basılır, bir də qurulur. Qapı açılır, təkrar örtüləndən sonra altdakı zamok bağlanılır, sonra üstdəki zamok bağlanılır. Sizə də belə görsədim. Gördüyünüz kimi 2 dənə zamokdur, alt üst. Demək, müştərimiz bizə yaxınlaşdı. Onun açarı bu idi. Zamokun öz açarı bu idi. O bizə müraciət elədi ki, mən istəmirəm bu açardan birdən təkrar kimdəsə də olar, gəlib